Bayram münasibətilə Şamaxı şəhəri Novruz atributları ilə bəzədilib. Rayonun Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında geniş tədbir təşkil olunub. Tədbirdə rayon icra hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak ediblər. Bayram tədbirində qədim məişət əşyaları və sənət nümunələri, eləcə də məktəb şagirdlərinin əl işlərindən ibarət sərgilər nümayiş olunub. Bayram tədbirində iştirakçılara təqdim olunan müxtəlif çeşidli milli yemək növləri və şirniyyatlar maraqla qarşılanıb. Bugün Şamaxı rayonu rəhbərliyi tərəfindən rayon icra hakimiyyətinin təşkil elədiyi bu Novruz şənlikləri bayramına mən də öz nəvəmlə gəlmişəm. Çox gözəl, yüksək şəraitdə təşkil olunmuş bir tədbirdir. Allah Taala'dan xalqımıza, elimizə, cəmaatımıza belə gözəl günlər arzulayıram, belə gözəl bayramlar arzulayıram. Qoy Allah Taala həmişə cəmaatımızı, elimizi, obamızı bax bu cür şənliklərlə sevindirsin. Hər birinin, hər kəsin bayramlarını təbrik edirəm. Novruz bayramımız mübarək. Şamaxıda olduğu kimi Şuşada, Xocalıda, Zəngilanda və digər yerlərdə artıq Novruz tonqalları yandırılır. Yəni ki, insanlar orada artıq bayramlar keçirilir. Rafiq Həsənov, Xuraman Aydın qızı bugün informasiya proqramı üçün.